Bugün şəhidimiz nəhayət ki torpağa qovuşdu və onun uzun illər gözləyən ailə üzvlərinin rahatlığı tapıldı. Şəhidlərimizin, ümum şəhidlərimizin ruhuna rəhmət diləyirəm və rayonumuzun qəhrəmanı olan şəhidimizin bu müqəddəs bayrağımızı ailə üzvünə təqdim edirəm. Allah şəhidlərimizi rəhmət eləsin, xalqımızın başı sağ olsun. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlər ölməz, vətən bölünməz. Allah Rabbi fa'atubu ilayh. Estağfirullahəl-ləzi la ilahe. Bugün həsrətimiz sona çatdı, biz qardaşımın nəşini gətirib dəfn elədik. Bu bizim üçün bir şükran günüdür. Vətən uğrunda savaşıb ölən şəhid şərəf daşıyır. Mən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Ailələrinə baş sağlığı, məkanları cənnət olsun. 32 ildir xalamın gözü yoldadır, bacılarla bizim hamımız. Bir həftədir, hamı həyəcan içindədir. Yenə bu günə şükür ki, tapıldı, gəldi. Yəni şəhidlər adına yüksəldi. Onun yerinə hamımız da istəyə bilərdik. Bu zirvəyə yüksəlmək hər insanın işi deyil. Demək, onun qisməti beləymiş. Gözəl sinif yoldaşımızdır. Vətənpərvər, namuslu, qeyrətli olandı. Oxuduğu müddətdə də sinif yoldaşlarımızdır. Hamı ilə gözəl rəftarı olur, yaxşı oxuyan oğlan olur. Səmimiyyət dediyim bir gözəl bir insan olur. Vətən üçün o həmişə özünü can atır. Biz oradan bura gələndə də o həmişə deyirdi ki, bu vətənin qeydinə biz qalmalıyıq. Sahil sinif yoldaşım idi. Orta məktəbdə bir sinifdə oxumuşuq. Ondan sonra Qarabağ'a yollarımız ayrılıbdı. O ayrı cəbhəyə, biz də ayrı yerlərdə olmuşuq. Onur verici gündür. Allah şəhidimizə qəni-qəni rəhmət eləsin.